ATƏT-in Minsk qrupu və onunla əlaqəli strukturların bağlanması prosesinin məhz 1 dekabrda başa çatması diqqət çəkir. Ermənistan SSR Ali Sovetinin Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsi haqqında qərarı 1 dekabr 1989-cu il tarixində qəbul edilib. Sonra baş verənlər məlumdur. Qarabağ və ətraf rayonlar işğal edildi. Münaqişənin həlli məqsədi ilə yaradılan Minsk qrupu isə Azərbaycan torpaqlarında işğala əsaslanan status quo-nu saxlamaq missiyasını həyata keçirirdi. 2020-ci ildə ərazi bütövlüyümüz, 2023-cü ildə suverenliyimiz bərpa edilsə də, Minsk qrupunun de-yure mövcudluğu Qarabağ məsələsinin beynəlxalq müstəvidə açıq qalması demək idi. Ermənistanda revanşistlər, diaspor və regionda maraqlı tərəflər Həmsədrlik İnstitutunun qalmasında iki perspektiv görürdülər. Ermənilərin Qarabağa qayıtmaq adı ilə yenidən köçürülməsi, regionda şərtlərin dəyişə biləcəyi gələcəkdə münaqişəni yenidən aktuallaşdırmaq. Minsk qrupunun de-yure ləğv edilməsi, Qarabağ məsələsinin beynəlxalq müstəvidə tamamilə bağlanması və gələcək təxribat imkanlarının da sıradan çıxması deməkdir. Və bunun 1989-cu ilin 1 dekabr tarixində başlanan prosesin 36 il sonra 1 dekabrda məğlub edilməsi həm də simvolikdir. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.